Hər qaranlıq gecənin aydınlıq dolu bir sabahı var deyirlər. Həqiqət imiş. Getdiyimiz bu yol həmin deyimin təsdiqini verir. İstiqamətimizi əyan edim. 28 il düşmən tapdağı altında zülmə düçar olan, lakin indi işğaldan azad olunaraq ağ günə çıxan Ağdama gedirik. Məqsəd 1992-ci ildə hələ 19 yaşındaykən Qarabağda gedən döyüşlər səbəbilə ayağını vətən torpağına atan, başından keçən şəhid Sənan Rüstəmovun qəbrini ziyarət etməkdir. Çünki bugün onun doğum günüdür. Yaşasaydı 48 yaş olacaqdı. Məzarı 28 il idi ki, doğma insanlara, səsə həsrət qalmışdı. Bu da sona yetdi. Real TV-nin çəkiliş qrupu olaraq şəhidin ailəsi və yaxınları ilə birlikdə Sənanın dəfn olunduğu yerə vardıq. Bura gələnləri ilk olaraq milli qəhrəman Allahverdi Bağırov qarşılayır. İlk təəssüratı ərz etsəm, qürurla deyə bilərəm ki, komandir sanki yenə öz əskərlərini qorumaq üçün sinəsini irəli verib. Təbii, şəhid üçün edilən dua ovuca sığmaz. Qəhrəmanı yad edib, dualarımızı çatdırdıqdan sonra şəhidlər xiyabanına daxil olduq. Burada vətənin azadlığı naminə çiyin-çiyinə döyüşənlər demək olar ki, elə çiyin-çiyinə də uyuyurlar. Şəhid Sənan Rüstəmov da onlardan biridir. Diqqət kadrlara. 28 il sonra ata və ana oğlu, digərləri isə döyüşçü yoldaşı ilə görüşür. Bir vaxtlar damı ağ olan bu adamların indi saçları da ağdı. Keçirdikləri hisslərdən söz düşərkən 28 ildən sonra biz bura gəlmişik, övladımızı ziyarət eləməyə və bu imkanı bizə yaradan Azərbaycan Milli Ordusuna, Azərbaycanın Ali Baş Komandanına minnətdaram. Baxın, o ki, siz şəkili sığalladınız. Mən belə bir sual vermək istəyirəm. Sonuncu dəfə nə vaxt oğlunuzun telinə bir sığal çəkmisiniz? 92-ci ildə Umudluda yaralanmışdı ayağından. O balisada yatmadı. Xahiş elədi.